Müəllimlər olsun, bugünkü izah edəcəyim test nümunəmiz ARTEY-in hazırladığı yeni sınaq nümunəsidir. 10 sualdır. Sertifikasiya müəllimlər üçün daha önəmlidir. Mikslər üçün biraz sadə olsa da, ancaq yəni onlar da işləyə bilərlər. İlk öncə başlayırıq birinci sualımızdan. Deyir ki, aşağıdakı situasiyaların hansında interaktiv təlim prinsiplərinin pozulmuş hesab olunur? Yəni kurikulum pozulub da, yəni kurikulum aid olan təhsil pozulub. Adədəki şagirdlər birgə müzakirə edərək problemi müxtəlif yanaşma ilə sürürlər. Bəli, doğrudur. Zaten kurikulumun əsas önəmli faktoru sizin istiqaməti verib uşaqdan yollar istəməyinizdir. Ona görə A doğrudur. B. Müəllim şagirdlərin fikirlərini əsaslaraq dərsi planlaşdırır. Yəni şagird yönümlüyə riayət edir. Bu da doğrudur. C hələ ki qalsın. D. Təlim prosesinə qrup işi və fikir mübadiləsi geniş yer verilir. Bəli, müzakirə ən önəmli faktor sayılır kuridə. Y. Müəllim öyrənməni təşviq edən suallar vasitəsilə təfəkkürü stimullaşdırır. Bəli. Yəni siz nə qədər ki şagirdin nəyəsə istiqamətləndirərsiniz, nəyəsə ona təşviq etmək o baxımdan, yəni ona istiqamət verici suallar verərsiniz, uşaq daha çox stimullaşacaq, daha çox dərsə beşəli yapışacaq da, yəni dərsdən belə deyək. Amma C-yə fikir verin, şagirdlər yalnız müəllimin təqdim etdiyi məlumatları qeydsiz şəkildə dinləyirlər. Bu bilirsiniz ki, ənənəvi təhsilə aiddir. Çünki ənənəvi təhsildə müəllim danışır, sadəcə uşaq ağzına qulaq asır müəllimə və qeyd götürən də var, götürməyən də var, amma çoxsu götürmür də demək olar ki. Yəni ona görə də C bəndi ilə başdan başa yanlış bir cavabdır. Ona görə 51 olacaq C bəndi. 52. Müəllim bölməni başa vurduqdan sonra bölmə üzrə summativ qiymətləndirmə keçirilir. Qiymətləndirmə nəticələrinə əsasən sinifin yarıdan çoxu aşağı nəticə göstərir. Bu vəziyyət müəllimində narahatlıq doğurur və o dərhal növbəti bölməyə keçir. Heç cavaba keçmədən əvvəl onu deyim ki, təbii ki, müəllim burada yanlışa yol verib. Çünki əgər sinifinizin səviyyəsi aşağıdırsa, bunun günahı sizdədir. O zaman növbəti bölməyə keçmək olmaz. Keçsəz də belə bu bölmənin kəsrlərin hökmən ki, o bölmədə düzəltməlisiniz. Bu baxımdan da baxaq ona uyğun cavab var. Bu qərar doğrudur deyil, heç aradan getmirəm. Doğru qərar deyil bu. B bəndi, nəticələr zəif olsa da, summativ qiymətləndirmə nəticələr yalnız rəsmi sənədləşdirmək üçün nəzərdə tutulduğuna görə müəllim qərarında haqlıdır. Xeyr, əvvələ doğru gəlsə də axırı doğru deyil. C qalsın hələ ki D. Müəllimin yanaşması düzgündür. Çünki heç ardın getmirəm, düzgün deyil. Y. Müəllimin qərarı haqlıdır. Xeyr, haqlı deyil. Cavabımız C bəndidir. Müəllimin qərarı yanlışdır, bəli. Çünki summativ qiymətləndirmə nəticələr tədrisin keyfiyyətinə dair əhəmiyyətli məlumat təqdim edir və bu zəif nəticələr əlavə dəstək və korreksiya tədbirləri tələb edir. Bəli. Çünki siz müəllim burada səhv eləyib, siz burada nə etməliydiniz? Bayaq dediyim kimi, yəni şagirdin zəif nəticələri onu korreksiya etməlisiniz. Yəni yenidən düzəltməlisiniz uşaqların o nəticələrin. O baxımdan da 52 də doğru cavabımız olacaq C bəndi. 53-cü sualımızda şagirdlər qrup halında dünyanın müxtəlif iqlim qurşaqlarında yaşayan insanların həyat tərzini araşdırmalı, həmin iqlimdə yaşamaq üçün uyğunlaşdırılmış ekoloji yaşayış məskəni layihəsi hazırlamalıdırlar. Daha sonra bu yaşayış məskənini 3D modelləşdirmə aləti və ya interaktiv təqdimat vasitəsilə təqdim etməli və bu yaşayış formasının iqlim dəyişinə qarşı dayanıqlığını əsaslandırmalıdırlar. Müəllim sinifdə hansı inteqrasiyanı reallaşdırmış oldu? İlk öncə ilə gözümüzə ilk gələn, ilk nəzərimizə çarpan burada hansı olacaq? Fənlər arası olacaq. Niyə? Çünki iqlimdən danışır. Bu nə olacaq? Bu coğrafiyadır. 3D-də deyirsə, bu da informatikadır. İqlim və informatika, yəni fənlər arası. İndi görək burada fən daxili və yaxud da ki, fən üstü varmı? Fikir verirsinizsə, fən üstü yoxdur. Çünki müəllim uşağı nə isə hələ tapşırır. Əgər uşaq araşdırıb gətirsəydi fən üstü olardı. Hələ ki, tapşırmısınız. Ona görə də burada yəni başqa bir inteqrasiya yoxdur. Sadəcə olaraq fənlər arası var. Ona görə 53-də də doğru cavabımız C olacaq. 54-cü sualımız. İqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri mövzusuna verilmiş 2 mütəxəssis fikrini oxuyun. Yəni müəllim uşağa deyir ki, 2 dənə mütəxəssisin fikrini oxu. Hər iki mütəxəssisin fikirlərini və onları dəstəkləyən arqumentləri ümumiləşdirin. Sizcə hansı mütəxəssis daha əsaslı və inandırıcı arqumentlərdən istifadə edib? Mütəxəssislərin fikirlərində hansı coğrafi məlumatlar və sübutlar əsaslanıb? Müəllimlərim, sizə bir ipucu verim ki, əgər əsaslandırma hansı testlərdə görsəz, həmişə ya məntiqi ya təhlil etməyi axtarın, ya dəyərləndirməyi. Ona görə də biz cavablarımızdan A-la B-ni əlirik gedir. Cavabımız ya C-dir, ya D-dir, ya Y-dir. Yine baxırıq, buradakı dəyərləndirmək deyil. Niyə görə deyil? Çünki müəllim uşağın fikrini soruşmur. Uşağın fikri maraqlı deyil. Uşağın orada mütəxəssislərin, yəni müəlliflərin fikrini uşaqdan soruşur. Yəni müəllif mövqeyidir burada önəmli olan. Ona görə də bu təhlildir. Təhlildə 2 variant da var. C və Y-də.
Biri tənqid təfəkkür, biri məntiqi təfəkkür. Əgər cavab müzakirəyə çıxarsa və yaxud da ki, gətirilən fikir mütəxəssisin fikri olsa da belə şagird fikrinə qatıb deyirdirsə, burada bir sorğu müzakirə gedəcəkdirsə, o zaman tənqid təfəkkür olardı. Yəni arqumentsiz sözü orada sizi çaşdırmasın ki, arqument olanda bilirsiniz ki, biz tənqid götürürük, dəyərləndirmə götürürük. Ancaq burada ardı var axı, mütəxəssislərin fikirlərində hansı coğrafi məlumat və sübutlara əsaslanıb deyirsə, hansısa bir mənbə var burada. Bir mənbə olanda artıq tənqidə gedə bilmir. Qalır məntiqi təfəkkürdə. Onun üçün olacaq təhlil etmək və məntiqi təfəkkür cavabımız olur 54-də Y bəndi. Yəni bir mənbədən olduğuna görə. 55-ci sualımız. Şagird nədir bu? Səhralaşma və torpaq degradasiyası mövzusunda qısa məlumat mətnini oxuyur. Mənbədə səhralaşmanın səbəbləri, təsirləri və qarşısının alınması yolları göstərilir. Mətnə əsaslanaraq səhralaşma probleminin əsas səbəblərini və vurduğu zərərləri müəyyən edin. Mətnə əsasən fikrinizi əsaslandırması üçün ən azı 2 arqument gətirin. Tapşırıq şagirddə bulunun taksonomiyasının hansı mərhələsini, təfəkkürün hansı növünü inkişaf etdirməyə xidmət eləyir. Yenə də qızlar fikir verirsinizsə, burada müəllimlərim üzr istəyirəm. Əsaslandırmaq söhbəti varsa, əsaslandırma yenə də təhlilindən dəyərləndirməyi axtarırıq. A, B, C variantlarının ələdiyi getdi. Cavabımız ya dəyərləndirmək tənqiddir, ya təhlil analitikdir. Fikir verirsinizsə burada, müəllim burada uşağa mətni oxudu. Yəni bir mənbə artıq var şagirdin əlində. Sadəcə olaraq həmin o mənbədə səhralaşma probleminin səbəbi və vurduğu zərərlərin müəyyən olunmalıdır. Müəyyən edilməlidir. Yəni bunu necə müəyyən edəcək? Bunu nə zaman müəyyən edib tapmaq olacaq? Onu analiz edəcək. Aydınmı? Yəni burada analitik təfəkkür olacaq. Çünki onun hissə hamısı ümumi o mənbə hissələrə bölünəcək və o hissələr hamısı bir-bir analiz ediləcək. Ona görə bu nə aid olacaq? Analitik təfəkkür aid olacaq və təbii ki də təhlil etmə mərhələsi. Çünki zaten təhlil etmək analiz etmək deməkdir. Ona görə də doğru cavabımız olacaq Y bəndi. Həm də təhlili niyə görə götürdük? Çünki sən fikri əsaslandıran, yəni burada şagird fikrini əsaslandıracaqsa, hardan əsaslandırır? Müəllimin verdiyi mənbədən. Demişdik ki, mənbədən əsaslandırma varsa təhlildir, öz fikrinə görə əsaslandırmaq varsa, bu təhlil etmə mərhələsidir. Ona görə 55-də doğru cavabımız olacaq Y bəndi. Sonra gəldik 56-cı sualımıza. Deməli, siz müəllim olaraq dərsdə fəal iştirak etməyən və sinif yoldaşları ilə ünsiyyətdən yayınan bir şagird müşahidə edirsiniz. Bu şagird son zamanlar tapşırıqları da yerinə yetirmir. Sakit və qapalı davranışları sinifdə diqqətindən yayınsa da, siz bu vəziyyətin davamlılığını onun inkişafına mənfi təsir edə biləcəyini düşünürsünüz. Bu vəziyyətdə necə davranmaq daha effektiv ola bilər? Yəni, sosur uşaq var sinifdə. Hər tərəfli sosurdur da, istəyir davranışında, xarakterində, dərsdə, hər bir şeydə. Yaxşı, gəlin. Hər bir şeydə. O baxımdan da deməli müəllim burada nə etməlidir əslinə qalanda? Deməli A-da deyir ki, şagirdə ciddi xəbərdarlıq etməlidir. Heç ardın getmirəm, ümumiyyətlə heç bir uşağa xəbərdarlıq etmək olmaz. B bəndə problemi məktəb rəhbərliyi psixoloqa yönləndirirsiniz. O çox vacib olarsa göndərərsiniz, bir tərbiyə ilə bağlı bir problem olursa. C. Digər şagirdlərə nümunə gətirərək onun passivliyini diqqət çəkərsiniz. Xeyr, qətiyyən belə bir şey olmaz. Heç vaxt bir uşağı digərinə müqayisə etməməlisiniz. D qalsın elə Y. Sinifdə iştirakını artırmaq üçün əlavə ev tapşırıqları verin. Bu uşaq onsuz da sosurdur. Əlavə nə tapşırıq verirsən ki? Bəli, doğru cavabımız olacaq D bəndi. Şagirdin fərdi söhbət apararaq davranışının səbəbini anlamağa çalışır. Dəstəyə ehtiyacı olub olmadığını müəyyənləşdirirsə. Çünki bu uşaqda nəsə bir problem var ki, onda bu psixoloji da ola bilər, ailə ilə gələn bir problem də ola bilər, ya uşağın səhhəti ilə də bağlı ola bilər. Nəsə bir dərdi var da bu uşağın. O baxımdan da müəllim onunla fərdi söhbət aparmalı. Yəni şagirdə siz fərdi yanaşmalıydı orada. Ona görə də doğru cavabımız olacaq. 56-da D bəndi. Sonra 57-ci testdə deyir ki, müəllim iqlim dəyişmələri və insan fəaliyyəti mövzusunu tədrisi zamanı müşahidə edir ki, şagirdlər iqlim dəyişmələrinin səbəb və nəticəsini, həmçinin insan fəaliyyətinin bu prosesə təsirini bir-birindən ayırmaqda çətinlik çəkirlər. Mövzunun daha yaxşı mənimsənilməsi üçün müəllim dərs planında dəyişiklik edərək şagirdlərin fəal iştirakını əsaslanan yanaşma tətbiq etmək qərarına gəlir. Aşağıdakı yanaşmalardan hansını tətbiq etmək şagirdin interaktiv yanaşmasını və mövzunun mahiyyətini öyrənməni ən yaxşı şəkildə təmin edə bilər. Deməli, burada nə edirik? Bu situasiya testi, yəni situasiyaya əsaslanan bir testdir. Deyək ki, müəllim hər bir şagirdə iqlim dəyişməsinin bir səbəbini və bir nəticəsini tapşırır. Xeyr, çünki iqlim dəyişməsinin səbəbləri var və bunların nəticələri də var. Yəni, həriyə tək-tək bir şey burada bir nəticə vermirsiniz, səbəb nəticə vermirsiniz. O baxımdan da A bəndi məntiqsizdir. B hələ ki qalsın C.
Müəllim şagirdlərə iqlim dəyişməsindən bağlı bir sənəddə film izlədir. Bu da olmaz. Çünki bilirsiniz ki, sinifdə öyrənmə tərzləri müxtəlifdir. Heterogen sinifdir. Bəlkə siz filmi göstərdiniz, bu vizual öyrənənlər üçün yaxşıdır. Bəs audiolar üçün və yaxud da ki, kinestetik və yaxud da qeyd götürən uşaqlar üçün oxuyub yazaraq. Yəni bu onlar üçün önəmsiz olacaq. D bəndi. Müəllim dərslikdən parçanı oxuyur, sonra fərdi iş vərəqə paylayaraq hər şagirddən qısa test cavabları yazmasını istəyir. Yenə də tərz nəzərə almamısınız. Faktiki bir formu ilə getmisiniz. Y. Müəllim fərqli regionlara dair hava şəraiti qrafiklərini verir və şagirdlərdən bu regionlardakı iqlim dəyişməsinin olub-olmadığını qrafikə əsaslanaraq müəyyən etməsi tələb edir. Xeyr, bu fərqli regionlar olmalı deyil. Əslində bir regiona aid olmalıdır. Çünki iqlim dəyişikliyinə aid deyirsinizsə bir regionu götürürsünüz, fərqli deyil. Məsələn, biz nəyə görə tutaq ki, Azərbaycanda Mərkəzi Aranın iqlimi başqa, Böyük Qafqazda əraziləri başqa, məsəl üçün nə bilim Kiçik Qafqazda başqa, Orta Arazda başqa. Yəni bu iqlimlər fərqlidir də, iqlimi fərqlidir. Yenə də hamısı eynidir, ha, ümumi iqlimdir. Məsəl üçün hamısının Azərbaycan bilir ki, subtropik və qismən də mülayim iqlim deyir. Amma onun orada tipləri var da, ona görə onlar fərqlidirlər. Yəni o baxımdan müəllim eyni bir iqlim verməlidir. O da gəlir düşəcək bir dəqiqə hardaydı o? B bəndinə baxın. Müəllim şagirdlərə iqlim siyasəti və ətraf mühitə təsirlə bağlı real statistik məlumatlar təqdim edir. Şagirdlər də bu məlumatlar arasındakı əlaqə qurmalı və təqdimat hazırlamalıdır. Yəni siz şagirdə məlumatı verin, qalanın, yəni yol göstərin, qalanı uşaq eləyir, özü təqdimat hazırlayır. Ona görə ən dolğun cavabımız olacaq 57-də B bəndi. 58-ci sualımızda deyir ki, aşağıdakı fikirlərdə hansı pedaqoji baxımdan doğrudur? Yəni kurikulum gözündən doğrudur. 1. Müəllimin dərsə əvvəlcədən hazırladığı açıq suallarla şagirdlərə təlim zamanı yeni sualların yaranması səbəb olursa, bu dərsdə öyrənmə prosesini baş verir. Öyrənmə prosesi baş verir bu dərsdə. Bu doğrudur. Çünki nə qədər ki siz müzakirəni başlatmısınız. Çünki bilirsiniz ki, müzakirə açıq suallarla başlayır da. Çünki qapalı sualda müzakirə o qədər olmur. Çünki sən qapalı sualın bir cavabı var. Verildi, qutardı, nə müzakirə olacaq ki? Amma açıq suallarda müzakirə daha çox olur. Əgər siz açıq sualla başlamısınızsa müzakirə və o müzakirə davam edirsə, demək ki, o dərsdə düzgün səmərəli öyrənmə baş verir. Yəni uşaqlar ələ ala bilmişsə uşaqlar. Ona görə bir normalda doğrudur və götürürük də. 2. Bütün şagirdlər eyni tapşırığı, eyni vaxtı və eyni üsulla yerinə yetirməsi ədalətli və effektiv tədris üçün əsaslı. Xeyr, bu yanlışdır. Çünki elə uşaqlar var ki, çox savadlıdırlar, amma onlar inklüzivdirlər. Yəni onlara bilik biraz geç çatır. Düşünün ki, sinifinizdə iki şagird çox da gözəl oxuyurlar. Biri tez cavab vermək qabiliyyəti var, biri isə gec cavab verir. Yəni ona biraz geç çatır bilik. Siz hər ikisinə də eyni sual verib, amma bilikləri eynidir. Və eyni vaxt versiniz olaraq burada hansı ədalətdən söhbət gedə bilər ki, heç bir yerdə burada yəni bərabər imkan pozulmuş olacaq. Ona görə 2 səhvdir, 2 olan cavabları çıxırıq. Cavabımız ya B-dir, ya D-dir. 3-ə gəlirik. Əgər şagirdin cavabı düzgün olmasa da, onun düşünmə prosesi müəllim tərəfindən nəzərə alınmalı və qiymətləndirilməlidir. Hə, bu doğru olacaq. Niyə görə? Çünki uşaq səhv eləyibsə də belə, indi siz onun səhvini elə bir ki, məsələn, şagirdin yanaşmasını da nəzərə almalısınız siz. Ona uyğun onu refleks edib qiymətləndirməlisiniz. Çünki bilir ki, müəllim şagirdi refleks edən zaman, yəni onu qiymətləndirmə zaman nəyi bilib, nəyi bilmədiyini üzə çıxardır. Bilir. Amma bu bilmədiyini deyib ki, daha doğrusu özü elə bilib ki, göyə bilir, amma yanlış deyib də cavabı. Və yanlış olub deyənə istərsəmiz artıq burada müəllim uşağın nəyi başa düşüb düşmədiyini anladı. Ona görə 3 də doğru olacaq. 1, 3. 4-də yalnız test nəticələri heç ardın getmirəm. Uşaq ancaq test nəticələrini inkişaf etmir. Bəli, bir də 5 olacaq. Müəllim dərsdə məntiqi səhvlərə imkan verirsə, bu səhvləri birlikdə müzakirə edirsə, şagirddə daha dərin öyrənmə baş verir. Bəli. Çünki siz nə qədər ki uşağın səhvini müzakirə edirsinizsə oyla, ona başa salırsınızsa, burada səmərəli öyrənmə mühiti qurulmuş olacaq. Ona görə 1, 3, 5 cavabımız olacaq. 8-də B bəndi. Sonra 59-cu testimizdə isə deyir ki, məktəbdə keçiriləcək Təbiəti Qoruyaq adlı təqdimat layihəsində siz komanda rəhbərisiniz. Komanda yoldaşınız təqdimatda daha çox emosional çağırışlara və musiqi effektlərinə yer verilməsini təklif edir. Siz isə təqdimatın faktlar və statistika və real nümunələrə əsaslanmasının daha inandırıcı olacağını düşünürsünüz. Yəni yoldaşınızla ikinizin hər özün çox fərqli, yəni bir-birinə fərqli fikirləri var, kreativ fikirləri var. Sizin ayrı, yoldaşınızın ayrı. Və komanda üzvünüz təklifində israrlıdır. Yəni həmin o yoldaşınız öz təklifində israrlı, yəni öz dediyini bir növ
həyata keçirməyə çalışır. Yəni bunu israrlıdır. Belə bir vəziyyətdə əməkdaşlıq və effektiv ünsiyyət bacarığını ən yüksək səviyyədə nümayiş etdirən davranış hansıdır? Yəni əgər siz sosial bacarığı yüksək olmağı istəyirsinizsə, yəni sosial bacarığı yüksəksinizsə, yüksək olan birisinizsə, əməkdaşlıq etmək istəyirsinizsə, yaxşı ünsiyyət qurmaq istəyirsinizsə, siz indi nə etməlisiniz? Həm sizə öz fikriniz daha önəmlidir. Yəni öz fikrinizi daha çox həyata keçirmək istəyirsiniz. Ancaq yoldaşınızın da fikri, yoldaşınız da öz dediyində israr olduğuna görə və siz də burada əməkdaşlıq aparmalısınız. Nə eləsəz doğru olar. Onun təklifini rədd edir və təqdimatı öz fikrimə uyğun hazırlayaram. Axı rəhbər mənəm. Xeyr, təbii ki də belə olmaz. Belə olsa mən pasiyan tək qalaram. B hələ ki qalsın. C. Onun fikri mənimkindən zəif olduğu üçün komandanın digər üzvlərini onun təklifinə qarşı çıxmağı təşviq edirəm. Xeyr, qətiyyən. Bu biraz təkəbbürlü kimi çıxar, olmaz. D. Onunla razılaşır və təqdimatı onun dediyi kimi hazırlayıram. Qalmaqal istəmirəm. Bu isə bir növ Kolbek nəzəriyyəsində yadınızdaca bu qəbul olma mərhələsinə gedir. Konvensionaldır qəbul olmasına. Ki, yəni başqasının prioritetini özümçiləşdirərəm də. O da olmaz. Düzgün yanaşma deyil. Məsələni müəllimə çatdıraram ki, düzgün yol o seçsin və məsuliyyət müəllimə olmasın. Xeyr, bu da qətiyyən olmaz. Çünki burada əməkdaşlıq olmur onda. Çünki siz əgər əməkdaşlığınızı yüksəltmək istəyirsinizsə, ünsiyyət bacarığını yüksəltmək istəyirsinizsə, qərarı siz verməlisiniz. Ən dolğun qərar B bəndidir. Müzakirə aparıb hər iki yanaşmanı birləşdirməyə çalışaram və təqdimatın müxtəlif hissələrindən fərqli üslubların istifadəsini təklif edirəm. Yəni, həmin o yoldaşımla birgə ikimiz təklifimizi birləşdirərik və ortaq bir nəticəyə gələrik. Yəni, həm mənim fikrim, həm onun fikrindən ortaq olanları çıxardarıq. Yəni, o deyil, nə şiş yanar, nə kebab misalda. Ona görə ən dolğun cavab, məncə ən ədalətli cavab elə B bəndi olacaq. Və 60-cı sualımızda deyir ki, siz 8-ci sinifdə iqlim qurşaqları və onların təsiri mövzusunu tədris edirsiniz. Dərs zamanı şagirdlərdən biri soruşur. Müəllim, bəs niyə bəzi ölkələrdə eyni anda həm quraqlıq, həm daşqınlar baş verir? Bu necə baş verir? Siz bu sualdan istifadə edərək dərsi daha maraqlı və şagirdlərin düşünməsini təşviq edən şəkildə davam etdirirsiniz. Aşağıdakı yanaşmalardan hansı sizin metodiki bacarıqlarınızı daha dolğun nümayiş etdirəcəkdir? Deməli, qlobal istiləşmə və ekstremal hava şəraiti haqqında qısa təqdimat hazırlayıb izah edərək sualı cavablandırmaq. Xeyr, nə əlaqə? Çünki burada ekstremal hava şəraitinə bağlı deyil. Burada eyni anda, eyni iqlimdə müxtəlif havaların olmasıdır. Ona görə bir səhvdir, biri götürməyəcəyik. Çünki bizə daha dolğunu lazımdır. İkinci, şagirdləri qruplara bölüb fərqli iqlim zonalarına dair araşdırma etmələrini tapşırmaq və nəticədə hansı bölgələrdə belə hallar müşahidə olunur, təhlil etdirmək. Bəli, müxtəlif iqlimlərin hamısını bir-bir uşaqlara, yəni qrup olaraq da verirsiniz və uşaqlar araşdırma aparırlar. Yəni bu siz dediyiniz yanaşma hansında varsa, onlar üzə çıxardılar. Yəni bir növ. Bilirsiniz bu nədir? Kuridə axı müəllim uşağa istiqamət verir, axı uşaq özü araşdırır, tapır. Ona görə də ən dolğun yanaşma elə bu olacaq. 1-2-dir. 3. Şagirdlərə bu sualı öz cavablarınızı yazılı şəkildə yazmalarını və ev tapşırığı kimi təqdim etmələrini demək. Bilirsiniz ki, kuridə ev tapşırığı yoxdur, ancaq araşdırma, təqdimat var. Ona görə 3-ü çıxırıq, gedir lazım deyil. 4 sualları dərhal özünüz cavablandırırsınız və dərsin planlaşdırılmış gedişinə davam etmək. Xeyr, bu da ənəvdədir. Yəni müəllim özü sual verib, özü də cavab verir burada. Axı siz burada şagirdə istiqamət verirsiniz. O özü araşdırıb tapmalıdır bunu. Ona görə 4-də olmaz. 5. Şagirdlərə real baş vermiş iqlim hadisələrlə bağlı xəbərləri, məsələn, Hindistanda sel və Afrikada quraqlıq təqdim etmək və müzakirə apararaq onların səbəbini birgə araşdırmaq. Bəli. Yəni istiqamət verirsinizsə bir nümunə çəkməlisiniz də onsuz da. Bax bunu edirsiniz və ondan sonra müzakirə başlayır. Yəni siz başladırsınız və uşaqlar da davam etdirirlər bir növ onu. Həm də cavablara baxırsınızsa, əgər gördünüz ki 1-3-4-də sadəcə cavab olsun deyəni yazılmış bir cavabdır, sadə şəkildə. Amma 2 ilə 5 çox ətraflıdır və elmi cümlə, üstəgələkdə mənbələrdən olan cümlələr olduğuna görə, yəni belə də tapmaq olardı lap ən doğunu. Ona görə 2-5 cavabımız olacaq. 60-da Y bəndi.